də ürəyiniz restoranda yediyiniz ləzzətli fast food yeməklərindən istədikdə, baxın bu yeməyi rahatlıqla hazırlaya bilərsiniz. Doyuğun sinə ətini döyürəm, üzərinə duz, zövqə görə istiot və bol paprika əlavə edib yaxşı qatışdırıram. İlk öncə una, daha sonra yumurtaya və sonra isə bol suxarika batırıram. Çalışın suxarika bol olsun, daha xırçıltılı olsun deyə. Və daha sonra isə qarğıdalı yağında hər iki tərəfini yaxşı qızardıram. Bu yeməyi istəsəniz düyü, qreçka, makaronla da yeyə bilərsiniz. Amma mən bu yeməyi lavaş, yanında tərəvəzlə yeməyi daha çox sevirəm. İlk öncə tavaya lavaşı, daha sonra kahını əlavə edirəm. Doğranmış pomidor, istəsəniz xiyar da əlavə edə bilərsiniz və bol qırmızı kələm turşusu əlavə edirəm. Və sonda isə qızarmış olan langetləri tavaya əlavə edib servis edirəm. Yəni sadə şəkildə də belə yeyə bilərsiniz. Mən bundan dürüm də hazırlayıram. Lavaşın arasına langeti əlavə edirəm. Üzərinə pomidoru, kələm turşusunu və kahını əlavə edib büküb dürüm şəklində yeyirəm. Yəni içərisinə istənilən tərəvəzi əlavə etmək olar. Mən bu şəkildə sevdiyim üçün belə yeyirəm. Çox ləzzətli alınır. Fikir olsun deyə paylaşdım. Əgər evdə ləzzətli nəsə bişirmək istəsəniz, siz də hazırlayıb nuş edin.